Sizə elə bir məkan deyəcəm ki, dünyada bir dənədir, o da Bakıdadır. Bu günləri Horses Bridge-deyəm. Görək burada yemək necə yeyilir. Getdik. Başlayaq nədən? Ördəkdən. Bu günləri qazan yeməklərini yoxlayacağam burada. Yəni dadına baxaq, əsas məsələ. Əti çox yumuşaqdır. Bir dənə belə fırladırıq. Hoppa. Bunu istəyirəm. O. Bildiyimiz Yunan salatıdır. Fərqli təqdimatda. Kişilərin daha çox sevdiyi quzu maça. Göz önündədir. Ət necə parçalanır. Ət qəşəngdir. Növbədə sizcə nədir? Şabadlı can əti. Şəhərin mərkəzində həqiqətən də mənim üçün nömrə 1 məkanlardan biri oldu. Həm aurası, həm kabinetləri, həm canlı musiqi, yeməklərin dadı, interyer möhtəşəm idi. Məkan isə çox rahat yerdə yerləşir. Azadlıq metrosu Abay Kunanbayev küçəsindədir. Buyurun, bu gözəl yeməklərin dadına baxmalısınız. Məkandan isə zövq almalısınız. Atımı minim çıxım gedim.